Hamıya salam. Unreal Engine daxilində işıqlandırma dərslərimiz davam edir. Bugünkü mövzumuzda mühərrik daxilində post-proses volumun işləmə prinsipini öyrənəcəyik. Ümumiyyətcə, mühərrik daxilində post-proses volum haqqında danışdığımız zaman burada son emal nəticəsindən söhbət gedir. Hansı ki, bugün danışacağımız xüsusi bir volum vasitəsilə mühərrik daxilində işıqlandırmaya tətbiq edə biləcəyimiz son nəticələrin emal prosesini öyrənəcəyik. Sadə dildə desək, səhnədə işıqlandırmanı tam işlədikdən sonra bugünkü dərsdə öyrənəcəyimiz post-proses volum vasitəsilə ümumi işıqlandırmamızı korreksiya edə bilərik. Bundan əlavə, səhnədə baxacağımız bir çox effekti post-prosesimizə tətbiq edə bilərik. Ümumiyyətcə, mühərrik daxilində post-proses volum işləməyin iki yolu var. Bu yollardan biri öz əsas personajımızın klassi redaktoru daxilində. Burada komponent bölümündə Follow kamera adlı personajımızın əsas kamerasını görürük və bu kameramızın Details bölümünə nəzər salsaq, burada post-proses bölümünü görə bilərik. Məhz buradan öz kameramıza xüsusi post-proses effektləri tətbiq edib istifadə edə bilərik. İkinci yolumuz isə səhnədə birbaşa Place Actors bölümündən Visual Effect bölümünə keçid edirik və burada post-proses volum görürük. Bundan əlavə bu volumu ümumi volumes adlı bölüm daxilində də görə bilərik. Burada gördüyümüz kimi sadəcə olaraq bu volumu mouse'un köməyi ilə tuturuq və səhnənin istənilən yerində çəkib buraxırıq. Daha sonra bu voluma təbii ki, istəyə uyğun olaraq ölçü təyin edə bilərik. Lakin bu danışdığımız iki yoldan mənim sizə məsləhət görəcəyim səhnədə birbaşa post-proses volumu burada göstərdiyimiz kimi volum şəklində istifadə etməkdir. Çünki nəzərə almaq lazımdır ki, post-proses volumu birbaşa personajımızın kamerasına tətbiq etdiyimiz zaman səhnədə proses ərzində işıqlandırma effektlərini dəyişmək tələb oluna bilər və yaxud da səhnədəki environmentımıza nəzərən işıq effektləri müəyyən keçid ilə fəaliyyət göstərə bilər. Məhz bu zaman nəzərə almaq lazımdır ki, öz personajımızın daxilində post-proses effektlərini işləyən zaman hər dəfə biz öz personajımıza müraciət etməli olacağıq və lazım olan anda müvafiq burada funksionallıqlar yazmalı olacağıq. Bu da nəzərə almaq lazımdır ki, asan bir yol olmayacaq. Buna görə də səhnədə məsləhət görərdim ki, post-proses volumu xüsusi bir volum şəklində tətbiq edib istifadə edəsiniz. Bu volumumuzu səhnəyə yerləşdirdikdən sonra Details bölümündə ən vacib tənzimləmələrinə baxaq. İlkin öncə baxacağımız tənzimləməmiz Z Priority adlı tənzimləmə olacaq. Post-prosesimizi gördüyünüz kimi səhnədə yerləşdirmişəm və burada fikir verirsinizsə 2 ədəd iç içə doğru post-proses yerləşdirmişəm. Bunu bu şəkildə yerləşdirməkdə əsas bir səbəbim var. Məhz bu şəkildə biz Z Priority adlı parametrin işləmə prinsipini öyrənəcəyik. Post-prosesimizi səhnəyə yerləşdirdikdən sonra Details bölümünə fikir versək, burada Gain adlı parametrimizi hər iki post-proses volum üçün tənzimləmişəm. Birinci gördüyümüz post-prosesdə Gain adlı parametrimizi bu rəngə çevirmişəm. İkinci gördüyümüz post-prosesdə isə Gain adlı parametrimizi bu rəngə çevirmişəm. Və daha sonra biz hər iki post-proses daxilinə keçid edib hazır nəticələrə baxaq. Misal üçün, birinci post-proses daxilinə keçdiyimiz zaman gördüyümüz kimi tətbiq etdiyimiz rəng ümumi post-proses daxilinə tətbiq olunur. Lakin ikinci post-proses daxilinə keçdiyimiz zaman isə ikinci tətbiq etdiyimiz Gain parametri burada tətbiq olunmağa başlayır. Lakin burada Z Priority adlı parametrin işləmə prinsipinə gəldikdə isə bu parametrin köməyi ilə biz post-proseslər arasında, daha doğrusu səhnədə yerləşdirdiyimiz post-proseslər arasında prioritet tətbiq edə bilərik. Yəni, sadə dildə desək, üstünlük verə bilərik ki, hansı bizim post-proses volumumuz ilkin emal olunan post-proses sayılsın. Bunun üçün burada dediyimiz kimi 2 ədəd post-prosesi sadəcə olaraq bu şəkildə içə yerləşdirmişəm və burada orta hissədə biz hər iki post-prosesimizin kəsişmə hissəsini görürük. Məntiq ilə biz hal-hazırda bu zonaya daxil olsaq, iki post-prosesdən hansına prioriteti yüksək vermişiksə, həmin post-prosesə tətbiq etdiyimiz effektlər emal olunmağa başlayacaq. Bizim nümunəmizdə hər iki post-prosesin Details bölümündə Z Priority yazıram və burada gördüyümüz kimi bu post-prosesimizin Details bölümündə prioritet bölümü sıfırdadır. Lakin ikinci post-prosesimizin bu parametrinə nəzər salsaq, burada prioritetimi 2 olaraq müəyyənləşdirmişəm. Bu isə o deməkdir ki, hal-hazırda bu ortadakı zonaya daxil olduğumuz zaman bu post prosesimizin prioriteti yüksək olduğuna görə
Məhz həmin bu post prosesimizə tətbiq etdiyimiz effektlər emal olunmağa başlayacaq və buna praktik olaraq hazırda baxırıq. Və buradan da gördüyümüz kimi bu zonaya daxil olduğumuz zaman məhz burada birinci post proses daxilində tətbiq etdiyimiz effektlər burada kəsişmə zonasında tətbiq olunmağa başlayır. Lakin təbii ki, buradan burada gördüyümüz post prosesimizə 2 deyil, 3 olaraq prioriteti müəyyənləşdirdiyimiz zaman artıq biz bu zonaya daxil olduğumuz anda həmin burada gördüyümüz post proses daxilində tətbiq etdiyimiz effektlər bu kəsişmə zonasında tətbiq olunmağa başlayacaq. Məhz bu şəkildə Z Priority adlı parametr funksionallıq göstərir. Növbəti baxacağımız parametr Blend Radius adlı parametrdir. Bu parametrin köməyi ilə post proses daxilində tətbiq etdiyimiz effektlərimizə emal məsafəsini tətbiq edə bilərik. Bunun üçün bu post prosesimizi hal-hazırda seçirəm və Details bölümünə nəzər salsaq, burada gördüyümüz kimi Expozisiya adlı parametrimizi minimum və maksimum parametrləri -3 olaraq müəyyənləşdirmişəm. Ekspozisiya parametri haqqında ətraflı danışacağıq və daha sonra Details bölümündə Blend yazıram və burada gördüyümüz Blend Radius adlı parametri tənzimləyib istifadə edə bilərik. Susmaya görə bu parametrin qiyməti 100 olaraq müəyyənləşib. Bu isə o deməkdir ki, bizim kameramız həmin bu səhnədə gördüyümüz post prosesə 100 unit məsafədə yaxınlaşdığı zaman artıq bu post prosesimizə tətbiq etdiyimiz effektləri görmüş olacağıq. Lakin burada 100 deyil, 400 olaraq nümunə üçün tətbiq etdiyimiz zaman bu o deməkdir ki, bizim kameramız artıq 100 unit deyil, 400 unit olaraq həmin bu post proses voluma yaxınlaşan zaman bu effektlər tətbiq olunacaq deməkdir. Misal üçün, hal-hazırda buranı 100 olaraq müəyyənləşdirdim və gördüyümüz kimi post prosesimizə olduqca yaxın məsafədə yaxınlaşsaq belə heç bir effektin tətbiq olunduğunu görmürük. Lakin buradakı kimi 100 unit, yəni 1 metr məsafədə yaxınlaşdığımız zaman artıq gördüyümüz kimi bu effektlər tətbiq olunmağa başlayır. Lakin burada dediyimiz kimi 100 unit deyil, nümunə üçün 400 olaraq buranı təyin etsək, artıq biz bu post proses volumumuza 400 unit məsafədə yaxınlaşdığımız zaman gördüyümüz kimi həmin post proses daxilinə keçid etməsək belə bu effektlərin artıq tətbiq olunduğunu buradan görə bilərik. Məhz bu qaydada Blend Radius adlı parametr işləyir. Burada gördüyümüz Blend Weight adlı parametr isə həmin burada tətbiq edəcəyimiz dəyərin qüvvəti şəklində işləyir. Burada parametrimiz 0-1 arası dəyər qəbul edir. Əgər mən buraya 0 yazaramsa, bu o deməkdir ki, bu post proses daxilində tətbiq edəcəyimiz heç bir effekt funksionallıq göstərməyəcək. Hal-hazırda bu volumumuza yaxınlaşırıq və içinə belə daxil olsaq, gördüyümüz kimi heç bir effektin tətbiq olunduğunu görmürük. Lakin burada Blend Weight adlı parametrimizi 1-ə qaldırdığımız zaman artıq effektlərin tətbiq olunduğunu görürük. Növbəti baxacağımız parametr post proses volum daxilində olduqca geniş istifadə olunan parametrlərdən biri sayılır. Məhz burada Infinity Extend adlı parametrin işləmə prinsipini öyrənəcəyik. Bu parametrin köməyi ilə ümumiyyətcə səhnədə post proses volumun ölçüsündən asılı olmayaraq tətbiq edə biləcəyimiz funksionallığın və effektlərin bütün səhnə boyu tətbiq olunmasını təşkil edə bilərik. Misal üçün, hazırki gördüyümüz bu hissədə post prosesimizdə müəyyən bir ölçü vermişik. Buradakı post proses volumumuz isə olduqca kiçik bir ölçüdə burada yerləşdirmişəm. Lakin bu post proses volumumuzu seçirik və Details bölümünə nəzər salsaq, burada həmin bu post proses volumumuz üçün temperatur parametrini gördüyümüz kimi tənzimləmişəm. Lakin hələ ki bu effektləri səhnədə görmürük. Bu ona görə baş verir ki, hazırki bizim post proses volumumuzun ölçüsü olduqca kiçikdir. Biz hal-hazırda bu volum daxilinə keçid etsək, bu effektləri hal-hazırda görə bilərik. Lakin dediyimiz kimi Infinity Extend adlı parametrin köməyi ilə post prosesimizin ölçüsündən asılı olmayaraq effektləri bütün səhnə boyu qlobal şəkildə tətbiq edə bilərik. Bunun üçün Details bölümünə Extend yazıram və burada gördüyümüz Infinity Extend adlı parametri aktivləşdirdiyimiz zaman artıq post prosesimizin dediyimiz kimi ölçüsündən asılı olmayaraq bu post prosesə tətbiq etdiyimiz bütün effektləri bütün səhnə boyu tətbiq olunduğunu görə bilirik. Dediyim kimi olduqca geniş istifadə olunan parametrlərdən biri sayılır. Növbəti baxacağımız parametr film adlı parametr olacaq. Bunun üçün post proses volumumuzu seçirik və axtarış bölümündə sadəcə olaraq film yazırıq
Gördüyümüz bu iki parametrin köməyi ilə səhnədə tətbiq etdiyimiz post-proses volumun daxil hissəsinə istədiyimiz film effektlərini verə bilərik. Misal üçün, sadəcə olaraq post emalı ağ və qara fon ilə təşkil edə bilərik və yaxud da istənilən digər film effektlərini burada tətbiq edib istifadə edə bilərik. Hal-hazırda mən burada gördüyümüz post prosesimizin daxilinə keçid edirəm və gördüyümüz kimi bu volüm daxilinə keçdiyimiz zaman bizim həmin o film effektləri burada tətbiq olunmaya başlayır. Təbii ki, burada sizə göstərdiyim sırf nümunə xarakterli daşıyır. Yəni sadəcə olaraq bu parametrlərin işləmə prinsiplərini sizlərə göstərmək üçün belə bir nümunələr hazırlamışam. Misal üçün bu bölümdə gördüyümüz Film Grain Intensity adlı parametrin köməyi ilə səhnədə hal-hazırda gördüyümüz noislərin intensivliyini təmin edə bilərik. Misal üçün bu parametri sıfıra gətirdiyimiz zaman gördüyümüz kimi heç bir səhnədə noislər işləmir. Təbii ki, buraya 0.5 yazdığımız zaman müəyyən qədər bu noislər tətbiq olunmağa başlayır. Ona qaldırdığımız zaman isə bu effekt bu şəkildə tətbiq olunmağa başlayacaq. Bundan əlavə dediyimiz kimi film parametrinin köməyi ilə səhnədə sırf ağ-qara və yaxud da boz rəng salarlarını tətbiq edib istifadə edə bilərik. Misal üçün, hal-hazırda gördüyümüz slope adlı parametri sıfıra yaxınlaşdırdığımız zaman səhnədə ümumiyyətcə bütün işıqlandırmamız qara rəng olur. Lakin mən buraya -1 yazdığım zaman belə bir digər bir effekti əldə etmiş oluruq. Əgər mən buraya -1 deyil, 1 yazsam, bu zaman yenidən hər şey öz normal halına qayıdır. Məhz bu şəkildə dediyimiz kimi istənilən burada parametrləri tənzimləyib müxtəlif effektləri tətbiq edərək bu volümumuzu istifadə edə bilərik. Növbəti baxacağımız parametr Bloom adlı parametr olacaq. Bu parametrdə post-proses volüm daxilində olduqca geniş istifadə olunan parametrlərdən biri sayılır. Burada sadəcə olaraq səmada gördüyümüz günəşin şüalarından və parlaqlığından söhbət gedən bir parametrdir. Hal-hazırda mən bu volümun daxilinə keçid edirəm və yuxarı hissədə günəşə doğru baxsaq, görərik ki, bizim günəş ətrafında effektlər necə dəyişildi və bu post-proses volümun daxilindən kənara çıxsaq, həmin günəşin necə dəyişdiyini burada şahid oluruq. Bunun üçün sadəcə olaraq bu post-proses volümumuzun axtarış bölümündə Bloom yazırıq və burada gördüyümüz Bloom parametrini tənzimləməliyik. Hazırki gördüyümüz effektin tətbiq olunması üçün burada metod bölümünü convolution olaraq təyin etməliyik. Çünki standart parametr ilə bu effekti işləmək olduqca çətin bir proses olacaq. Bunun üçün burada convolution effekt seçirik və daha sonra intensivlik adlı parametrimizi mənim nümunəmdə təbii ki, nümunə xarakterli olduğu üçün 15-ə qaldırmışam. Bu parametri nümunə olaraq yenidən 1-ə salıram və gördüyümüz kimi günəşin ətrafında yenidən gözəl bir şəkildə şüalanma mövcuddur. Lakin bu parametrimizi 0-a saldığımız zaman bu şəkildə həmin o şüaları tənzimləyə bilərik. Və burada gördüyümüz metod və intensivlik adlı parametri tamamilə söndürdüyümüz zaman bu effektlərin burada tətbiq olunmadığını görəcəyik. Və burada gördüyümüz convolution effektin ümumiyyətcə tətbiq sahəsini dəyişmək üçün burada gördüyümüz dispersiya parametrini tənzimləyə bilərik. Misal üçün, bu dəyəri artırdığımız zaman şüalar daha da cür şəkildə fəaliyyət göstərir və analoji olaraq azaltdığımız zaman həmin şüaları bu şəkildə istifadə edə bilərik. Bloom effektinin də iş prinsipini öyrəndikdən sonra ən geniş istifadə olunan parametrlərdən biri ekspozisiya effektinin işləmə prinsipini öyrənəcəyik. Ekspozisiya effekti ümumiyyətcə real həyatda bizim bildiyimiz bir effekt sayılır. Sadə dildə desək, açıq səmada, təbii ki, günlü havada biz günəşə doğru baxdığımız zaman ani anda ətrafda hər bir işıqlandırmanın, hər bir obyektin ağardığını hiss eləyə bilərik və daha sonra müəyyən vaxt keçdikcə tədricən işıqlandırmanın normal vəziyyətə qayıtdığını biz görmüş olacağıq. Məhz bu effekti mühərrik daxilində tətbiq etmək üçün post-proses volüm daxilində xüsusi ekspozisiya adlı parametr mövcuddur. Bunun üçün bu post-proses volümumuzu buradan seçirəm və details bölümündə burada ekspozisiya yazıram və gördüyümüz bu parametrin köməyi ilə hazırda sizə danışdığım bu effekti burada tətbiq edib istifadə edə bilərik. Hal-hazırda belə bir
nümunə işləmişəm və biz bu gördüyümüz post proses volume daxilinə keçid etdiyimiz zaman gördüyümüz kimi bu volume daxilində səhnədə tədricən hər şey daha da gur şəkildə işıqlanmağa başlayır. Lakin biz bu volume daxilindən çıxdığımız zaman hər şey öz normal vəziyyətinə qayıdır. Məhz bu şəkildə fikir verirsinizsə tədricən səhnə işıqlanmağa başlayır. Məhz bu şəkildə dediyimiz kimi ekspozisiya effektini biz mühərrik daxilində tətbiq edib istifadə edə bilərik. Realistik səhnələri işləmək üçün olduqca vacib parametrlərdən biri sayılır. Məhz hamımızın bildiyi məşhur öz qrafikası ilə oyun dünyasına səs salmış Unrecorder adlı oyun daxilində məhz ekspozisiya effektlərdən olduqca geniş istifadə olunmuşdur. Məhz bunun sayəsində dediyimiz kimi həmin səhnələrdə realizmi tamamilə əldə etmək mümkün olur. Burada digər bir vacib məsələ bundan ibarətdir ki, əgər siz öz proyektinizdə ümumiyyətcə bu danışdığımız effektin işləməyini istəmirsinizsə, yəni hər bir zaman səhnədə stabil, eyni templi işıqlanmanın olmağını istəyirsinizsə, bunun üçün sadəcə burada gördüyümüz minimum və maksimum parametrləri eyni qiymətləri gətirməyimiz kifayət olacaq. Misal üçün mən burada nümunə olaraq 5 və 5 tətbiq etdiyim zaman gördüyümüz kimi səhnədə ekspozisiya effektimiz tamamilə ləğv olunur və işıqlandırmamız eyni intensivliklə fəaliyyət göstərməyə başlayır. Lakin burada danışdığımız kimi minimum və maksimum diapazonları müxtəlif olaraq tətbiq etdiyimiz zaman işıqlandırma məhz bu bizim tətbiq etdiyimiz diapazona əsasən işləməyə başlayacaq. Son olaraq post proses volume daxilində lens flares adlı parametrin işləmə prinsipini öyrənəcəyik. Bu da mühərrik daxilində post proses volume ilə olduqca geniş və tez-tez istifadə olunan parametrlərdən biri sayılır. Bunun üçün sadəcə olaraq volumumuzu seçirik və daha sonra details bölümündə lens flares yazıram və burada gördüyümüz bu parametrin köməyi ilə günəşdən gələn şüaları, effektlərini tənzimləyə bilərik. Bunun üçün sadəcə olaraq bu volume daxilinə keçid edirəm. Hazırda gördüyümüz kimi günəş ətrafında və günəşdən daha doğrusu bizə gələn şüalarda heç bir effektin olmadığını görürük və biz bu post proses volume daxilinə keçid etdiyimiz zaman gördüyümüz kimi belə bir flares effektlərin işlədiyini görürük. Lakin bu volumdan kənara çıxdığımız zaman bu effektlərin tətbiq olunmadığını görürük. Məhz bu şəkildə post prosesin köməyi ilə biz bu flareləri, daha doğrusu bu flare effektini günəş üçün tətbiq edib istifadə edə bilərik. Bu da dediyimiz kimi realistik renderlər zamanı işıqlandırma mövzusunda istifadə olunan olduqca geniş parametrlərdən biri sayılır. Bunun üçün sadəcə olaraq lens flares parametrində intensivlik parametrini ilkin öncə aktivləşdirməliyik. Əks təqdirdə bu funksiyamız gördüyümüz kimi işləməyəcək. Parametrimizi aktivləşdirdikdən sonra burada əsasən 0 və 1 arası dəyərlər tətbiq edə bilərik. Təbii ki, biz bura 0 tətbiq etdiyimiz zaman bu effekt tamamilə işləməyəcək. Lakin 1 tətbiq etdiyimiz zaman bu effekti tamamilə səhnədə görə bilərik. Və analoji olaraq burada 0.3 misal üçün tətbiq etdiyimiz zaman bu effektin yüngül bir şəkildə işlədiyinin şahidi olacağıq. Burada gördüyümüz bouquet size adlı parametrin köməyi ilə bu gördüyümüz flarelerin ölçüsünü burada müəyyənləşdirə bilərik. Nümunə üçün buraya hal-hazırda 15 yazıram və gördüyümüz kimi həmin bizim o flarelerin ölçüsü olduqca hal-hazırda böyüdü. Məhz bu şəkildə bu parametrin köməyi ilə bu flareləri tənzimləyib istifadə edə bilərik. Daha sonra burada bouquet shape adlı parametrin köməyi ilə burada tətbiq etdiyimiz flarelər üçün teksturalar mənimsədib istifadə edə bilərik. Nümunə olaraq burada belə bir tekstura tətbiq edirəm və gördüyümüz kimi bizim tətbiq etdiyimiz teksturaya əsasən həmin bu flarelərimiz tətbiq olunmağa başlayır. Təbii ki, flareləri bu şəkildə istifadə etmək düzgün sayılmaz. Sadəcə olaraq mən sizə bunu nümunə xarakterli göstərirəm. Bununla da mühərrik daxilində ümumiyyətcə post temalının nə olduğunu və mühərrik daxilində bizim bu post temalı necə istifadə edə biləcəyimizi sizlərlə öyrənmiş olduq. Ümumiyyətcə post proses volume'un details bölümündə yerləşən ən vacib parametrlərin işləmə prinsipi ilə mən sizləri tanış etdim. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər.
Hamıya uğurlar.